Doktor bu akşam narahatlıyım sizde. Məndə Biraz mədədə hündürdən. köpü olur, bir də ki bulanma olur. Nədən ola bilər doktor? Ne olur? Mədədə köp olur, köp. Bir də ki bulanma. Ürək Onu neynəmək bulanma. olar? Sağlam. Bulanma, mədə bulanma. Bildim də ürək bulanma deyirəm də. Mədə bulanma, yaxşı mədə bulanma. İndi elə deyirlər də. Hə. Hə, çox sağ ol sualına görə. Mütləq mənada köp olursa aydınlaşdırmaq lazımdır ki, mədə turşuluğu çoxdurmu, azdırmı? Çox olanda da köp verə bilir, az olanda da köp verə bilir. Bir. İkinci, aydınlar, əgər turşuluq çoxdursa pomidor yemək olmaz, tomatlı yemək olmaz, qızartma çox yağlı qəbul eləmək olmaz. Özdə ürək bulanma, elə düz deyirsən, əsl adı elə mədə bulanmadır. O mədə bulanması varsa, çox yağlı qızartma yemək olmaz, çalışıb parda pişirilmiş və ya suda pişirilmiş qəbul etmək lazımdır. Ondan başqa, ola bilir ki, mədə-bağırsaq nevrozu olur. O zamanda yenə də yemək çatmamış, deyir, doktor, mən köpdüm. Elə yemək, su dilimə dəyən kimi köpürəm. Bu nədəndir? Deyirəm, hələ gedib mədəyə çatmır. Bu mədə-bağırsaq nevrozudur. O zaman mədəni nə qədər müalicə edirsən, elə effekt verməyəcək. Əsəbini müalicə edən kimi, o dəqiqə görürsən ki, köp düzəldi, mədə-bağırsaq rahatlandı, sakitləşdi, ishal varsa o dayandı, yəni o sancısı varsa o dayandı. Mütləq orada diferensiasiya eləmək lazımdır, seçmək lazımdır ki, burada əsas o köpü verən nədir? Və yaxud da ki, disbakteriozu var. Onda bağırsaq çöpləri normal salanda düzəlir. Və yaxud da ki, helikobakteri deyirlər. Orada bakteriya var və o da pozur sənin həzm sistemini. Köp verə bilir. Onları və yaxud da ki, ödün diskineziyası var. Birdən-birə spontan, birdən ödü buraxır, atır. Və gəlir ağzın acı, halın dəyişir, çox güclü bir köp verir, yandırır. Bəzən görürsən yemək borusunu. Bəs nə etmək lazımdır? Əsas odur ki, diaqnozu düz qoyasan. Seçərsən, seçəndən sonra müalicə eləmək xeyli dərəcədə asandır. Yəni, probleminiz həll olmayanda doktor Seyfəddin klinikasına gələ bilərsiniz.